Salam. Söz verdiyim kimi sizlərə Gerund mövzusunun ən incə məqamlarını hazırlamışam. Bildiyimiz kimi Gerund Azərbaycan dilində maqmək və ya mamək kimi tərcümə olunur. Qrammatik formaları aşağıdakılardır. Aktiv formada playing, yəni oynamaq. Passiv forması being played, oynanılmaq. Perfect aktivdə isə having played ilə verilir. Perfect varsa mütləq having forması orada olmalıdır. Perfect passivdə isə having been played, passivdə mütləq to be'nin forması olmalıdır. Gerundun sintaktik vəzifələri. Mübtəda funksiyasında reading books expands your vocabulary. Göründüyü kimi reading books kitab oxumaq nə sualına cavab verir? Mübtədanın sualıdır. Xəbərlik hissəsi predicate complement kimi his favorite hobby is collecting stamps. Göründüyü kimi dərhal izdən sonra gəlir. Nə sualına nədir? Nədir sualına cavab verir? Is collecting stamps'dır. Vasitəsiz tamamlıq, yəni direct object formasında I enjoy reading, mən sevirəm, zövq alıram nədən? Sözünü tamamlıq, prepositional object olanda he is fond of swimming. Söz önlərindən sonra gələn verb 99% gerund olur. Misal üçün on coming, for playing, to driving və s. Təyin funksiyasında I have no intention of leaving. Göründüyü kimi burada prepositions ilə bir yerdə işlənib. Zərfli funksiyasında adverbial modify kimi after reading the letter she cried. Rəsmi xəbərdarlıq lövhələrində, qadağalarda və elanlarda işlənən bütün ing formalı sözlər gerund hesab edilir. Nümunələrə baxırıq. Test tapşırıqlarında siz bunlara rast gələ bilərsiniz. No smoking, no parking, stop smoking, littering is forbidden. Əgər ing forması cümlənin başında gələrsə və to be'nin formalarından, yəni xəbərdən əvvəl işlənərək cümlənin mübtədası olursa, bu zaman o gerunddur. Gəlin nümunəyə baxaq. Learning English is fun. Smoking is harmful to health və s. Gerund ilə işlənən söz önləri on, upon, without, about, before, after, by, in, for, of, instead of, in spite of'dur. Nümunələri görürsünüz. On arriving home, without saying a word, before leaving. Bu kimi söz önlərindən sonra ing-li bir şey gerund hesab olunur. Yalnız gerund tələb edən əsas fe'llər, bu miksiyasını sizin nəzərinizə cəlb edirəm. Çox yaxşı olar ki, bu fe'lləri ardıcıl əzbərləyəsiniz. Diqqətinizə görə sağ olun. Növbəti videoda görüşənə qədər növbəti videomuz participle one haqqında olacaq. Videonu bəyənib və paylaşmağı unutmayın. Sağ olun.